Deməli deyirik ki, biz bilirik kök altı ifadənin mənasının olması üçün şərtimiz nə idi? Sıfırdan böyük olmalıdır. Kök altında kök altı ifadə sıfırdan böyük bərabər olmalı. Bizə deyir ki, x-in hansı qiymətlərinə, yəni dəyişənin hansı qiymətlərində bu ifadənin mənası var. Bu sıfırdan böyük bərabərdir olmalıdır. O zaman bərabərsizliyi həll etsək, 10x-i keçirərik sağ tərəfə. 5 böyük bərabərdir müsbət 10x və hər yanı 10-a bölsək, belə düşünün, müsbət 10-a 5 bölünsün 10 böyük bərabərdir x. Yəni x kiçik bərabərdir 0,5-dən. Yəni burada uşaqlar 0,5-i biz 2-də 1-də yaza bilərik. Gəlin elə cavablarda 2-də 1 verildiyi üçün 2-də 1 yazaq. Aha. Bizə ədəd oxu çəksək, deməli 2-də 1-i bir nöqtə kimi götürürük. Yəni 2-də 1, çünki bərabərlik varsa 2-də 1-də daxildir və bizim ifadəmiz x-in aldığı qiymətlər 2-də 1-dən kiçiklərdir. Yəni olacaq mənfi sonsuzluqdan 2-də 1-ə qədər və 2-də 1 də daxil olmaqla. Aydındır.